İcbari tibbi sığorta çərçivəsində plastik və rekonstruktiv cərrahi əməliyyatlarının siyahısının açıqlanması bu sahədə hansı xidmətlərin qarşılandığı ilə bağlı suallar doğurur. Ümumiyyətlə, bu əməliyyatların əsasən tibbi zərurət olan halları əhatə etdiyi bildirilsə də, bəzi hallarda estetik müdaxilələrin də siyahıya daxil edilib-edilmədiyi müzakirə olunur. Məsələ ilə bağlı Demokrat Aza açıqlama verən tibb eksperti Rasif Bağırov yalnız tibbi zərurət olan hallarda bu əməliyyatlar həyata keçiriləcəyini bildirib. Lakin sırf xəstənin istəyi ilə, məsələn, mən bunu belə istəyirəm, mənim üçün plastik əməliyyat edin kimi yanaşmaların sığorta çərçivəsində qarşılanması gözlənilmir. Məsələn, burun əməliyyatını götürək. Əgər burun çəpərində əyrilik varsa və xəstə normal nəfəs ala bilmirsə, bu zaman həmin əyriliyin aradan qaldırılması tibbi zərurət sayılır. Belə hallarda eyni zamanda müəyyən estetik korrektələr də edilə bilər. Yəni, əsas məqsəd tibbi problemin həlli olur. Əlavə olaraq isə müəyyən düzəlişlər aparıla bilər. Ekspert bildirib ki, tam sağlam, normal nəfəs alan bir şəxs yalnız estetik məqsədlə əməliyyat istədikdə bunun sığorta hesabına qarşılanması real görünmür. Çünki ümumiyyətlə cərrahi müdaxilələr xəstənin sadəcə istəyi ilə deyil, tibbi göstəriş əsasında aparılmalıdır. Digər tərəfdən dövlətin də sırf şəxsi istəklərə əsaslanan bu cür əməliyyatlar üçün şərait yaratması mümkün deyil. Yəni, dövlət tərəfindən təmin olunan bu xidmətlər şəxsi arzularla deyil, konkret tibbi göstərişlərə əsaslanır. Tibbi ehtiyac olmadan icra edilən estetik əməliyyatların sığorta zərfinə daxil edilməsi real görünmür.